Salam aleykum. Deməli burada pentapeptid deyir. Yəni burada 5 dənə amin turşu iştirak eləyir. Təbii ki, oranı 4 mol su tərk eləyəcək və biz yazaq amin turşunu karbon N H2N plus 1 NO2. Hardan aldı ümumiyyətlə bunu? Birinci spirt yazırıq. Karbon N H2N plus 1 OH. Aldehid sözünün mənası aldehid, yəni dehidrogenləşmiş alkoqol. Yəni spirtdən hidrogen çıxardıram, birini buradan, birini buradan. Bu oldu aldehid. Sonra turşu olanda bir oksigen artır. Oldu doymuş pesatlı karbon turşu. Sonra hidrogenin birini əskildirəm. Ora NH2 yazıram. Qısaldanda karbon NH2N mənfi 1-dən müsbət 2. Müsbət 1 eləyir, bir də NO2. Aydındır. Və sonra da bura karbon N H2N plus 1 CH2 əlavə edirəm. Çünki CH2 14'dür. Yəni aşağıdakı yuxarıdakindən 14 var çoxdur. Bu X-dir, bu da Y-dir. Bunun molunu bilmirəm A mol. Bunun molunu bilmirəm B mol götürəcəm. Və burada nəyə fikir vermək lazımdır? Bir amin turşuya baxsaq, bir amin turşuda 2 dənə oksigen var. Aydındır. 5 dənə amin turşuda artıq 10 oksigen var. Təbii ki, pentapeptid əmələ gələndə buranı 4 su tərk edir. O 4 suyun içərisindən 4 oksigen tərk edir. Oksigen oldu 6 dənə. Bu da gəlib ki, karbonun sayı oksigenin sayına 2 dəfə çoxdur. Əgər oksigen 6-dırsa, karbon 12-dir. İndi gəlin karbonlara baxın. Karbon burada deməli AN. Burada isə N üstə gəl 1'i vururam B-yə. Və neçəyə bərabərdir? 12'yə. AN üstə gəlinsin. Deməli, BN plus B bərabərdir 12'yə. Buradan deməli, artıq biz müəyyən edirik ki, yəni bura qədər gəldik. İndi biz nəyə baxmalıyıq? Pentapeptid 5 dənə amin turşu deməkdir. Amin turşunun biri A-dır mol olaraq. Digəri B-dir. Bərabərdir neçəyə 5'ə. A da buradan nəyə bərabərdir? 5 minus B. A-nın yerinə yazıram 5 minus B. Burada vur N də var. Üstə gələk, BN üstə gəl, B bərabərdir 12. 5N minus NB plus NB. Yəni B-ni NB yazdım. Üstə gəl, B bərabərdir 12. NB-lər getdi. 5N üstə gəl, B bərabərdir 12. Bax, indi bura fikir verin. Mən tapdım ki, 5N plus B bərabərdir 12. N karbonun sayıdır. B-dəki amin turşulardan birinin moludur. Amin turşuların ən kiçik nümayəndəsində 2 karbon var. Məsələn, glisin. Yəni, E-nin yerinə 2 yazırım. 5'i 2'ye vuranda 10 eləyir. Yəni, mən 12'ni almalıyım da. Onda B-nin də yerinə 2 yazacağım. Düzdür, deyə bilərsiniz ki, nəyə görə E-nin yerinə 2 yazım? Bəlkə 3 yazatan. 3 yazsam, 5 dəfə 3'ün 15, bu 12'dən çox olur. Ona görə 2 yazırım. 5 dəfə 2'nin 10. Yəni, E-nin yerinə 2 yazdım. Aydındır. Onda 12'dən də 10 çıxanda 2, yəni B-nin yerinə də 2 yazdım. Bu B oldu ki, baxın, bu B-ni buradan pozuram. Bu oldu 2. Onda pentapeptid dediyinə görə A da olacaq 3. Yəni biz bunların molunu buradan rahatlıqla müəyyən elədik. Və 2 dənə karbonla amin turşu NH2 karbon H2 2 dənə kabı emeri 75'dir. O birisi də 14 var çox 89. Yəni müəyyən olundu. İndi gəlin sübut eləyək görə 331 eləyirmi? 3 vurulsun 75, üstə gəl, 2 vur 89 çıx, 4 vur 18. Çünki pentapeptiddən 4 mol su çıxacaq. 3 vur 75, 225 eləyir. 2 vur 89, bu eləyir deməli 178 və buranı 72 qram su tərk eləyir. 225-dən 178'i toplayıb 72'ni çıxanda həqiqətən 331 eləyir. Yəni biz müəyyənlədik, həm bunların molunu tapdıq, həm buradan karbonların sayını müəyyənlədik, hansı amin turşu olduğunu müəyyənlədik. Sonra sübut elədik həqiqətən 331 alındığını və əslində amin turşular bunlardır. Dipeptiddəki 75 üstə gəl 89, dipeptiddir, çıx 18. Yəni 75 üstə gəl 89, çıx 18, bu 146'ya bərabər olacaqdır.